Siz nəsə eləyəsiniz, o qalxacaq, o ki, bəhanə olacaqlar üçün. Hələ vəziyyət siz öz əxlaqınızı göstərin. Siz məsələn namaza gəlin, gedin, öz əxlaqınızı göstərin. Vallahi əxlaq özü dəvətdir. Özü elə fark ki... O ələ danışırsa, deməli, problem var. Siz sadəcə səbirli olmalısınız. Yəni, məsələn, 20 nəfərik də, hamımız xəsiyyəti bir deyil. Öyle qardaş səbirsizdir. Hələ türkə istəyir. İndi mən məsələn 5 nəfərə söz verə bilərəm. Bunlar sakit aparacaq özünü, məsələn. Amma hamısı söz verə bilmirəm. Gedərsiniz birdən o danışır, nəsə deyərsiniz və ya eləyərsiniz, o da bəsdir də. Hələ onlar da onu istəyir. Ona görə də əgər görürsən fitnədir, birinci gedməyəcək olar. Başqa məscidlərə gedir. Aynındır. Və gedəndə də spakoyun namazını qıl, əxlaqını göstər, sonra çıx gəl. Deyirəm, gedməyir, doğru. Buradan namaz qılmaq şeydir. Yox, əgər hələ eləyirsə və ya yazın, şikayət yazın. Hə, belə. Onlarda bir dənə böyüdür, qab yoxdur. Və ya şikayət yazın. Götür. Bu da variantdır. Yəni variantlardan istifadə edin də. Dini qul. Yox, oradakı onlardan da lakin deyin ki, yox, deyin ki, bu gətirib konfliktə çıxardır. Məsələdə belə də yazın da. Məsələn, yazsın tutaq ki, indi burada qardaşlardan biz məsələn filan sələfi cəmatı, əhlüsünnə cəmatı yenə Əhvəsanda. Biz gedirik məkisdə, imam təhqiq edir bizi. Məsələn, biz hamımıza söz verə bilməliyik də. Mən hamımıza söz verə bilmərəm. Ola bilər biri dözməsin, bir şey eləsin, nəsə. Ona görə xahiş edirik bu məsələni, fitnənin qabağını almaq üçün bizə kömək edir. Çox. Bax, belə anlıqla hərəkət etmək lazım, məsələn. Orada bilsən, burada fitnənin bir çıxmanın səbəbi də olur. Onu sakitləşdirmək olar. Yox, bura yiyəsi istəyirdi ki, güya bizə versin, bizim cəmaata. O ərazilər. Biraz ondan sonra onlar şey oldu, eşitdilər nəsə. Səbəblər var da demək. Yiyəsi ayrı adamda, yəni. Yiyəsi onlar içində idi, indi dəvət olub, başa düşdün, elə bir ki, qardaş. Səbəblər var səbəblər. Var. Tam da onun adına deyil, burası ortaya bir söz çıxartdı. Xarici vətəndaşı deyənlər, ortalığın adını seçilərlər, bu qardaşlarında gitdilər. İndi sonra da o qardaş bizimkiləri vermək istəyir onu. Bunlar da bilmirlər, nə eləsinlər ki, biz bunu oradan uzaqlaşdırsınlar. Hər cür tutmaya əl atır. Bu üçün başqa səbəb olmaz. Şurada axı bu Azərbaycanda yəni bu ət almağa necə hardan almaq olar? Yəni məsləhətdir. Biraz bu məsələdə var qardaşlar arasında. Nə demək? Yəni ki, hər yerdən ət almaq olarmı? Yəni bu var. Hər adam kəsdiyi əti yemək söz etir. Yəni bu məsələdə yəni biz alimlərdən soruşduq. Dedi ki, əgər müsəlmanlar çoxluqdursa, orada soruşmayın. Alın yiyin. Hətta o əhli kitab olsa, sən alıb yiyorsun, burada bir şey yoxdur. Sən yəni günah qazan, mən sən deyəmirəm, sən bilirsən. Aydındır? Belə məsələlər əslən lazımdır öşüşdürmək. Çünki məsələn tutaq ki, sən qalxacaqsan, amma ancaq şey, sənin başqa problemlərin var o qədər, sən heç olay eləmirsən. Yəni hər şey elədik, qaldı bu məsələ. İnşallah yəni dəvətlə məşğul olun, qardaşlar. O şey ki, aparır səhvliyə, mən təsəvvür edə, məsələn, qollarsa deyirsən ki, mən ət yemirəm. Və ya tutaq ki, mən ət almıram buradan, qeyrə filan yerdən. Burada görüş almırsan. Buradakilər ya kafir deməlisən, ya məsələn deyirsən ki, bunlar bidət əhlidir, bilmirəm, şəkillər. Bəlkə bismillah deməyiblər. Onca bismillah deyəndə məyər qəssab elan eləməlidir xəbərlərdə. Gözünlə görsün, gözünlə. Gözünlə görsün ki, bismillah demədə, hətta müsəlman. Demə, hə. Amma gözünlə görməmisənsə, hökm qalıb icazəli. olar yəni. Hə, hökm icazəlidir. Amma gözünlə görsün demə. Və ya məsələn, tutaq ki, əhli kitabdan gəlir, tokla öldürsələr, bilsin dəqiq demə. Amma şəri kəsməklə kəsiblərsə, hətta əhli kitab, tutaq ki, kəsiblər qan çıxıb, onu yeyə bilərsən. Yəni, bizdə qaydalar var. Bizə nə iqamət edirlər, pişirdirlər. Yəni ki, bizim cəmaat güya əhl-i kitab deyil, müşrikdir yəni. Belə şeylərdir, yəni ki, müşrikin kəsdiyi yemək olmaz.
Anladın mı? Böyle şeyler də. Çox söz alırlar, bilməsən, çox gəncləşdirirlər özləri üçün. Birinci, bir adama hökm vermək, çətinlik qaldı ki, bütün cəmaata. Bizdə hökm vermək asan bir Bu yaxşı əlamətdir. Yəni, hökmü qalsa sən özün belə şey çıxacaqsan. Belə xırdalası. Bu salamat çıxmayacaqsan. Sonra axı biz Ona görə siz, qardaşlar, bu İmam Əhməddən soruşdular ki, biri 30 min hədisi bilir. O bilən sayılır, yəni danışa bilər 30 min hədisi. İndi 30 min hədisi o vaxt onların deməyi ilə, sənədi ilə, əhkamların azalına. Bizi kimi yox. Sənədirəm bilsən də, bu filan kəsdən, o filan kəsdən, o filan kəsdən işləyib bu hədisi, adlarla azal. İmam Əhməd susur. Sonra deyir ki, məsələn 60 min hədisi bilsə, İmam Əhməd susur. Sonra deyir 100 min hədis. 100 min hədis deyəndə İmam Əhməd deyir ki, indi o bir şey bilir. Yəni təsəvvürlə, 100 min hədis bilsən sən, indi alim olarsan. Yəni düz deyir, əzbər yox. Əzbər və oradakı o faydaları çıxarma əhkamları. Onlar da onun qəsd edirdi o vaxt sələflər. İndi qardaş, bu nədir? Bir dənə kitab oxuyuram, düşürəm ortaya. Yaxşı əlamətdir bunlar. Bu heç də o qardaşlar özünə xeyr gətirməyəcək. Bizim üçün əsas nədir? Dəvətin yayılmağı. Təbii, şirk var, küfür var, bidə var, başqa şeylər var. Lakin bunu müalicə eləmək lazımdır. Yəni, necə olmasa da Peyğəmbər salsı cəmiyyəti kimi olmaz. Peyğəmbər salsı gör necə orada müalicə aparırdı. Necə onlarla münasibətdə idi. Əmişin müşrik idi, Əbu Talib. Əmiş evdə yiyirdi. Aydındır, heç Məkkə vaxtında heç belə söhbətlər var idi, yox idi. Sən Yahudi qonşusu da olurdu. Yahudi qonşusu, hətta Mədinədə də Yahudi qonşusu var idi. Yəni, Mədinədə də Yahudilər vardı, xristiyanlar. Yəni, ədalətlə də inşallah. Adillə. Yəni, bizlər, qardaşlar başa düşüblər ki, filankəs kafirdirsə, hər şey halaldır. Yox, o hədis ki var, kimlə əlhəllədirsə, malı, canı, şeydə haram oldu mənə. O deməkdə, kim deməsə, hər şey halaldır. Əgər kim deməsə, o hakimin işidir. Hakim baxır məsələlərə. Yəni, onlara hücum eləyə bilər və s. Belə deyil, kamil tarixçi deyil şey deyil. Sonra bir... Yəni, sən şəriətdə qaydalar var, qardaşlar. O, Şeyx Muqbil, rahiməhullah, Yəmənin alimi. Əleyhissalam. Şeyx Muqbil, Yəmənin alimi, Misri gələndə deyir, namazdan sonra deyir, çıxdıq şeyxin ətrafında, başlayır sual verməyə, hələ belə məsələləri. Şeyx deyirdi ki, gedin elm öyrənin. Sonra soruşurdu biri, deyirdi ki, elm öyrənin. Elm hər şey aydınlaşdıracaq. Çox qardaşlar ki var, çoxsu danışır məsələn. Onlar əslində bilmirlər o nə söhbətdir. Yəni söhbəti dəlildən bilmirlər. Burası üzdən oxuyur, o da xeyr istəyir. Lakin bizdə məsələ həlli, biz baxırıq dəvətin məsləhətinə nədir? Nə dəvətə fayda verəcək eləyirik, nə dəvətə zərər verəcək çəkinirik ondan. Mən misal deyim ki, 200 dənə kişi gəlsin, mən dava edəcəm olanlar. Düzgündür. Mən 2 dənəm olan 400 dənə. Düz deyil axı. Onu görə mən danışmıram, nöşləyim onu. Zato mən danışırsam, mən dəvətimi eləyəcəm. 200 dənə bu tərəfdə olanda. Aydındır, yoxsa sən qalx girən tək özün deyirəm, mən 200 dənə kişi davaya çağıram. Mənasızdır. Ağlı yoxdur adamın belə deyənin, ağlı yoxdur. Ona görə bu belə şeylər sərt olmaq dəvətdə fayda verməyəcək, qardaşlar. Sərt. Ola bilər, məsələn, mən tutaq ki, yeməyim bəli şeylərdir, o sənin öz işindir. Otur cəmaata ümumən qadağan elə və ayrıca firqə yaransın, ət yeməyənlər, ət yiyənlər, parmaq kimi düz saxlayı kimi tərbədir, düzgün deyil, qardaşlar.
Yəni məsələni məsələn, ola bilər biz Mədinə qardaşlar var məsələn, ola bilər bəzi fikri məsələlərdə bu qardaş bunu görür, bu qardaş bunu görür. Məsələn, Şeyx Albani səsli namazda Fatihəni görmürdü, məmum üçün oxumaq. Lakin İbn Bazla Hüseyni görürdü. Lakin onlarsa ədavət var idi, normal elmdir. Yəni, normal yanaşmaq lazım məsələlərə. Ki, mən belə... Əgər hələ sən narahat olma, əgər problemləri həll elə başlayacaq araşdırmağa, sən özün şey çıxacaqsan. Yəni, təqsirli çıxacaqsan. Yəni, biz dəvət eləyəməliyik. Biz qazi deyilik ki, prokuror deyilik ki. Yəni, sən belə yəndə İslamı bilginən ki, öz qəlbində aşağı salsan. Çünki hökm vermək hər adamın işi deyil. Hökm alim verir, qazi. Biz dəvət eləyənlərik. Adi başqa strukturları görürsən də, bizə bir daha prokuror olmaq üçün oxuyur məktəbi, universiteti, sonra təcrübə alır, sonra icazə verirlər ona ki, hökm verməyə cəmaata. Yəni, İslam belədir ki, bir dənə kitab oxuyan başına hökm verməyə. İslam ondan da üstündür. Daha ehtiyatlı dindir. Adil. Ona görə qardaşlar, yəni, məsləhət budur ki, ümumiyyətlə, sərt olmamaq. Sərt olmamaq. Biz, əsas məqsədimiz nədir? Bu dini başqalarına çatdırmaq. Lakin bu əxlaqla olmalıdır, gözəl əxlaqla, savadlı şəkildə, hikmətlə, elmlə. Bəzi qardaşlar tələsir. İstəyir ki, nəsə eləsin. Sən işlərini mi deyirsən? O tələsməklə sən əksinə körləyəcəksən işləri. Bu cəmaat bilsən, sən təsəvvür ki, elə cəmiyyətdir ki, həmişə belə cəmiyyətdə olub. Birinci problem nədədir? Problem qalsın. Problem həm din, onlar ki, dindədirlər, məzhəblərdədir. Onlar hələ sənə qarşı danışırlar, şübhələ yayırlar. Təsəvvür, belə ab-havada səndən, sən nə dedin, sənin sözünü qəbul eləmədim. Şübhəlidir adam. Elə bir ki, sən İngiltərədə gəlmişsən. İngiltərənin cəsussan məsələn, vamilsən. Keçən dəfə dedilər, BP-də niyə çoxçu qardaşlar işləyir? İngilislər onlara yardım edir. Hələ də görürsən, insan şübhəlidir də. Yəni, sən belə ab-havada elə bilmək ki, sən dünyayı qəbul edirsən, kabirsən. Sən əxlaq, qardaşlar, əxlaq, o münasibət, bu saat çatışır bizdə. Belə söhbətlərdən qabaq. Bir də əxi, inşallah bir insana, yəni xavvac demək, hökm verməkdir inşallah, yoxsa... Bilirsən, xavaric demək, hökm vermək, demək olar insanda, filan kəsdə fikirləri, xavaric fikri var. Demək olmaz xavaricəsi. Demək olar filan kəsdə, əgər təyinlə danışsansa, müəyyən adamla. Deyirsən ki, bəli, filan kəsdə xavaric fikri var. Məsələn, xavaric fikri nədir? Böyük günah sahiblərini kafir görmək. Məsələn, kim təkfir eləsə, bu da bu məsələdə bizi əhl-i sünnəni onlardan ayıran məsələdir. Yəni, böyük məsələdir. Böyük günah sahiblərini kafir görmək. Sən əgər görürsənsə, sən elə bir ki, əhl-i sünnə və cəmanın böyük bir dənə məsələsində ayrıldın. Sən şək yoxdur ki, sən xavaric əqidəsindəsən, təhsillənmirsən. Yəni, sən sadəcə, bilirsən, problem nədədir? Qardaşlar öyrənmirlər, oxumurlar. Məsələn, alır bir dənə kitab, orada oxuyur ki, məsələn, tutaq ki, qardaş deyir ki, 10 dənə əsası, İslamdan çıxardan 10 dənə məsələ var. Alır, məsələn, biri oxuyur, promoy başlayır tətbiq eləmək cəmaata. Çıxır, qapını açır, başlayır, qutardı, sən belə. Daha işte, bir dənə çıxır ki, özü qaldı. Baxmayaraq, özündə də problemi var, 10 dənə əsas özündə də aid ola biləcək. Əgər onun yanaşmasına yanaşsaq. Oxuyanda da cüzüyə baxanda adam özünə dinləyir. Yəni, bu şeylər, sən təsəvvür elə ki, elm başqa şeydir, qardaşlar. Yəni, elmi sən qiyməti gedib, bir dənə kitab oxuyur, qutardı. Olmaz belə. Yəni, elmin qiyməti gedib, qardaşlar. Yəni, sələfin həyatını oxuyursan,
alimlərin deyirsən ona, adam utanır danışmağa. Heç nə, nol. Biz də deyirik, biz də oxumuş, adam utanır deməyə bunu. Bunu görə qardaşlar, o Sira oxuyun, Peyğəmbər səhə həyatın. Mən həmişə məsləhət görmüşsə, Peyğəmbər səhə həyatını oxuyun. Orada çoxlu ibrətlər var. Bax, özü necə aparırdı. Necə sahabələr necə özlərini aparırdılar. Xüsusən Mədinə dövründə, Məkkə dövründə. Yəni, təsəvvür edək ki, yəni, hətta Allah Subhanahu taala Quranı birdən yollamadı. Yəni, ayələr vəziyyətə görə nazil olubdur. Təsəvvür edək, Məkkə ayələri Mədinə ayələrindən fərqlənir necə? Açıq aydın. Aydındır. Yəni, bunlar hamısı ne üçün? Allah vəziyyətə görə ayələri nazil edib. Sən də vəziyyətə görə o ayələri tətbiq elə. Vəziyyətə görə. Məsələn, Şeyxülislamdan sual verəndə ki, o cihad ayələrini ki, əmr edir ki, cihad elə. Şeyxülislam nə dedi? Dedi ki, o əmr olunan ayələr ki var, o nə vaxt tətbiq olunur? O vaxt ki, müsəlmanlarda qüvvə var, xəlifə var və s. Əks halda səbir ayələri tətbiq olunur. Fikir verəsən? Yəni, vəziyyət nədir? Məsələn, problem nədədir? Məsələn, qardaş da oxuyur ayəni məsələn. Allah Subhanahu taala deyir ki, Allah Subhanahu taala ki, belə elə. Aleyküm. Hə. Biraz sıx oturaq uşaqlar, yoxsa yerləşəcəklər? İnşallah. Biraz sıx oturursun. Hə. Yəni, siz qardaşlar, biz gərək Həmasla, hissiyatlarla qurmayalım. Onlardan addatdır qardaş, o da gələnlərə bilməyə. O qədər sənin qızışdıran şeylər olsun. Bunlar onsuz da boş. Gənclər sən danışdı, olur, belə. Sən də qızışasan belə. O qızışmaq, sənin qızışmağın İslam'a lazımdır. Onu qoy cüvvə. Əsas İslamın məqsədidir. İslamı qorumaqdır, dini müsəlmanları. Sən qızışarsan, nəsə eləyərsən, hələ bu problemlər hələ hamısı ona görədir də. Kimsə nəsə eləyir, ya bəhanə düşür bəzilərinə, bəzilə aşıq qorxu. Nə ki burada? Bütün dünyada belədir problem. Adi, kafirlər artıq İslam'a terrorizm kimi baxırlar. Ki, müsəlmanlar öldürən də ancaq. İslam dini ancaq öldürməyə verir. İndi alimlər yığışırlar, deyirlər İslamı Avropada o ki, İslam rəhəz dinidir və s. O barədə kitablar yazmaq lazımdır. Çünki cəmaat qorxur, cəmaat başqa cür başa düşür İslamı. Bu da kafirlərin xeyrinədir ya. Ki, bu nədir? Belə şeylər mane olur dinin yayılmağına. Belə şeylər mane olur dinin yayılmağına. Ona görə qardaşlar, yəni məsələlərə əsas məsələləri düzgün yanaşmaq lazımdır. Sərtlik, zat, o fayda verməyəcək. Əsas ağıllı hərəkət. Adı o imam o məsələsi də. Orada biraz sadəcə ağıllı hərəkət eləmək lazım və salam. Şeyx, bu zəlalət əhlinin arxasında namaz qılmaq. Biz həm? Bu adam deyir ki, mən qeybi bilirəm. Süleyman Əfəndi mənlə rabitəyə girir, yoxdur. Mən onu görürəm burada. Hövsanda İstanbul görür. Mən o, yəni ki, mən şey deyirəm ki, mən deyirəm ki, yəni ki... Var, onlar demək. Deyir ki, mən sübut edirəm ki, o cənnət deyil. Yəni ki, belə insanlar var. Onlar başqa bir şey deyir. Biz ona deyir. Onlar deyir ki, Peyğəmbər Əsəlam, Əbu Bəkr radiyallahu anh, güya bir dənə zikr öyrədi gizli. O Əliyə, o Salman Farsiyə, Salman Farsidən Cəfər Sadiq və Süleymana. Süleyman indi ölür, hadisət. Sonra o zikri bilən cənnət əhlidir, Süleyman da ondan, belədir. Siz deyir, inanmırsınızsa, yəni kafirsiniz bizə. Və ona bir sual verdim. Sonra da yaxşı, o da heç onların adamda özədə qılıyorlar. Burada məsələn, Rafizdən keçdiyi ət yemək olar. Gözümün qabağını bildi də Allah Məhəmməd ya əli. Belə deyir. Deyirəm, belə deyir, siz belə deyir.
Onu yaxşıdır, təkcir etsən. Şübhədən Və hələ olanda da spor demə. Dobro elə bir dənə söz deyim. Hə, yox. Hələ olanda çəkin, sizə çəkin, demə. Hayır, görürsən ki, gözünlə görsən. Mən dedim, gözünlə görsən ha. Və ya, birinin ki, bu belədir. Hə, birisi belədir. Amma belə kim ki, məsələn, dən başlayın, bəli. Ali sana. Hə, elhamdülillah. Sağ olun, sağ olun. Qoruyur. İrandan qalxıb eləmək istəyirlər. Bayaq məndən bir nömrə istəyirsən, kabab, toyuq pişirən qardaş. Toyuq pişirən qardaş kimdir? Bilmirəm gedə İrandan. Hə. Toyuq pişirən. Gəl belə eləyir də. Xırda məsələ deyil, buradan bura gəlib mənə çıxan kimi elman olur, toyuq pişirən. Mollaların sevdiyi gün, cüm axşamı. O şəhəri məsələdə şeyxanın tərləsi. Hə? Hə. Məndən gəlib, mən sən toyuq pişirən qardaşım. Hə, üzümüzə gələn. Toyuq pişirən. Biraz gəliydi, şeydə ehsan veririk. Ehsan yedik. Hə, bir dənə qanalı ver, ehsan ver. Gün ortaya. Gün ortaya. Всё. Tamam. Tamam. Bu İrandan şeydir ya. Bu sən qardaşlar. Onlar necə məsələn qardaş var idi, kapısı eləyir. Quyruq yox. Ümumən İrandan gələn. Belə ümumən yemək olar onu. Ümumən yemək olar. Çünki İran 35% sünnidir. Heç kiməsə Hindistandan gəlir. Hindistandan gələn olur da. Həmçinin orada da 2 milyon müsəlmandır. Düz deyil, halal yazılanların şeylər. Üstünə yazılmaz bu şərif İslam ya. Hə, məhz bu, hə, normal, su-əla. Su-əla. Sadəcə bir şey qardaşlar, yəni... Bu qardaş istəyir, onlardan alsın onu da. Hətta kapısı eləyir. Hə. Yəni, yox, belə bir şey yoxdur. Bir şey yoxdur, yox. Bir dənə də məsələ, bu başqa duş. İnciməsinlər şimdi. O qal, işıq pulu zat oğruyurlar abi. Hə. Billah ki, bəs dövlət də halaldır, oğurmaq. Yox, laf tutaq ki, Moskvadasan. Sən, yaxşı, indi tutaq ki, Moskvadasan, kafirdir. Yaxşı, sən nəsən? Sən də kafirsən? Sən müsəlmansan. Sən adil olmalısın, sən düz olmalısın. Hətta heyvanla. Əgər heyvanla düz olmaq lazımdırsa, təsəvvür insanlar necə? Özə sən götürürsən axı bunu, işlədirsən. Heç kəs hələ deməyim, nə danışırsan? Alimlərsə, bu nədir? İnşallah sattı da. Yox, insan, müsəlman adil olmalıdır. Adından deyiblər, dünən bir dənə qardaş Hə. ki, mən eşitmişəm ki, şeyh çıxmalıdır ki, axırda Hə. qaz işıqdır deyə, çəkə bilərsən problem yox. Nə danışırsan? Deməyib, 100%, milyar Yox, Şeyh yazın o şeyh. yox. Şeyxin adından danışan yalan danış. Şeyxlər çox tapındır. Elən söhbətlər olub düzdür. Şeyxin adından yalan danışanlar Yox, olub. pis qardaşlar. Mən Hələ özüm də olanda, eşitmişəm. siz tanıyırsınız da mənim damımızda, eşitmişsiniz. Mənim bir dənə sifətim var. Əlhamdülillah. Mən deyir ki, gah belə deyirəm, gah belə deyirəm. Bir dənə həm də sifətim var. O gün məhkəməyə çalmışlar, orada da sözümü dedim mən. Ne olur? Hə. Asmadılar ha. Yox, yox. Açmadan var. Məscidin söhbəti yox, başqa söhbət idi. Kamuran günü söhbəti. Hakim dedi ki, çalmışlar, siz mənliyi də öldü olsun, neysə. Siz çoxsunu tanımadım orada, oturanların. Hakim, birinci belə hakim elə, birincidir ki, sən Azərbaycanın qanunlarına nə deyirsən? Mən deyim ki, o qanunlarda ki, o yerlər ki, şəriətə zidd deyil, onlar tabi olmaq lazımdır, tabiyəm. Amma onlar ki, şəriətə zidd onlardan çəkinirəm, məcbur olanda edirəm. Və dedim ki, kim orada yaşayır, oranın qanunlarına hörmətlə yanaşmalıdır.
Yəni sözümə yanında deyirəm yəni, burada bir şey yoxdur. Bu da bir də mən burada başqa söz danışıram, hakimin qabağında başqa söz. Yəni əgər nəsə bir əksi eşitsöz, demək istəyirəm. Zəngilin soruşun. Çünki Allah Subhanahu taala sahabələrin vaxtında nazil olan ayəd əgər fasik gəlib xəbər versə, dəqiqləşdirin. Təsəvvür indi necə? Yəni Muhammed ibn Sirin deyir ki, birdən təhlil çıxan kimi eşidəndə deyirdi kimdən eşitmirsən? Tabiinlərin vaxtı dərəm. Təsəvvür ediləcək. Ona görə çox vaxt dəqiqləşdirməmək insanı çaşdırır, başqalarına başqa cür baxırsan, zənnə geysən, haram zənnə. O da səbəb olur, geysən zəlalətə, özünün də xəbəri yoxdur. Əsən bilmirsən bu yol nəyə aparır səni? Ona görə qardaş, hər şeyli olanda, tutaq ki, işıq puludur, qaz puludur, sən bu işlədirsən qardaş. Amma onu da verməlisən pulun. Kim olsun? Yaxşı, tutaq ki, filankeç kafirdir, məsələn. Yaxşı, bəs sən də kafirsən, hə? Kafir o deməkdə öyle, hər şey halaldır. Atmaq olar ona. Bax, Peyğəmbər salsın cəmiyyətində kafirlər də var idi da. Yahudilər var idi, xristiyanlar var idi Peyğəmbər salsın cəmiyyətində Mədinədə. Yahudi gəldi bir dəfə borclu idi Peyğəmbər sallarsan, borc götürmüşdü ondan. Gəldi, yapışdı yaxasından belə. Deyir ki, pulunu ver. Ömər Xattab icazə istədi. Sonra deyir ki, yox, mən pulun qaytanır. Təsələ adiliyə var. O hərəkət İslamı qəbul olmağına onun səbəb oldu. Yəni, təsəvvürlə, Peyğəmbər sana deyib ki, məsələn, Yahudiləri da bir gecədə soyun bütün hər şeyin. O başqa şeylərdir, o mal halalsa. O əgər dövlət başçısı o görür kafirləri, məsələn, qeyri-müsəlman hökumətin ona hücum eləməyəcək. O böyük məsələlərdir, onlar dövlət işləri. Qardaşlar başa düşməyib bunu. Məsələn, oxuyur hədisi, deyir ki, məsələn, malı zadı halaldır hər şey. Elə bir ki, buna da aiddir bu. Və ya məsələn, oxuyur hədisi, münkəri görsöz, inkar əliniz nədir? Bacarmasız dilinizlə, bacarmasız qəlbinizlə, bu da imanın zəif dərəcəsidir. Oxuyur hədisi, böyle kifayət ki, meçidəcən gedəndə o ki, sənə elə çıxır ki, sənin imanın yoxdur əslən. O hədis sənə aiddir, o hədis başçıya aiddir. Dükkanın başçısına aiddir, evin başçısına. Məsələn, tutaq ki, sənin dükkanın var. Sən orada münkər görsən. Hansı ki, orada sənli idi. Sən gələk əlinlə deyişəsən orada. Bacarmasın dilinlə, bacarmasın qəlbinlə inkar edə. O da imanın zəifliyidir. Amma belə sırabı bizə aid deyil. Yoxsa meçidə gedəncə nə o da içki dükkanızda görürük, münkər doludur. Və ya məsələn, tutaq ki, həmdən başlayın. Bəli. Aleykümselam. Necə? Bilmirəm. Böyle promo zəngilə də evə də. Promo zəngilə. Mən evdə deyiləm. Salam aleyküm. Məsələn, biz qardaşlar nədədir? Əsas başa düşməkdə məsələləri. Bundadır problem. Məsələn, tutaq ki, qardaşdır, allatmaq üçün tutaq ki, və ya oxuyur hədisi. Peyğəmbər sallallahu deyirlər ki, ya Rasulullah, ən əfzəl əməl hansıdır? Məsələn, deyir ki, ən əfzəl əməl Allah yolunda döyüşmək. Deyir ki, ya Rasulullah, ona əvəz olan varmı? Deyir, ona əvəz olan heç bir şey yoxdur. Məsələn, hədisdir. Oxuyursan, bunu deyirsən, o ne? Nəyə gətirib çıxardır bunu? Namaz, oruç, saat, onun gözündə düşürsə qəlbində. Yəni, onun şərəfi, şərəfliyi, böyüyü, yeri İslamda. Deyir, aşağı cihaddır, sonra oxuyur hədis. Görür ki, məsələn, Peyğəmbər sallallahu yanına biri gəlir, deyir, ya Rasulullah, ən əfzəl əməl hansıdır? Deyir, Allah'a iman götürmək. Orada başqa şey demiş taxı. Və ya məsələn, Peyğəmbər sallallahu deyir, ən əfzəl əməl hansıdır? Başqa hədisdə, ləfsdə. Deyir, namazı öz vaxtında qılmaq. Bu nə da? Deyir, sonra valideynə baxmaq. Hanı cihad? Deyir, sonra cihad.
Bəs orada nöş elədidir, burada nöş belədidir. Qəlbi xəstər onlar, o ateistlər zat, belə hədislər gətirirlər, nə ziddiyyət var. Peyğəmbər sallallahu əleyhi və səlləm dinlərində ziddiyyət var. Bu nə də, orada belə deyir, burada belə deyir. Aydındır. Amma o başqa şeydir, yanlışlar. O başqa şeydir. Sadəcə o birinci hədis, o gəlib soruşanda cihad vaxtı idi, döyüş vaxtı, döyüş gedirdi. Onda lazım idi, hə. Vəziyyətə görə verir. Hə, vəziyyətə görə. Lakin elə bir sakitçilik idi, gəlib ondan soruşanda, dedi ki, nəfsəl namaz, namazı vaxtında qılmaq. Problem nədədir də, məsələn? Məsələn, qardaş oxuyur, məsələn, bu hədisi, birinci hədisi. Görürsən, sünnə gedir ondan bir şey. Bunun şahidi olurdu da biz, məsələn. Məsələn, oxuyur ki, hökm Allahındır. Allahın hökmünə verməyən kafirdir. Sonra əsas hakimiyyədir. Dinin 90% qəlbində zəifləyir. Görürsən ki, məsələn, qardaş idi, saqqal, polislər qırxan ömürdür bundan. Görürlər, bu özü qırxır hər gün. O, oxuyub məsələn, ayəni tutaq ki, hansı hədisi, deyir, əsas şeydir. Sən hakimi tağut görürsən, din budur. Ona görə namazdan danışanda gülür sənə. Görürsən, qəlbi ölüb onun, əslində. Bu, belə problem budur. Bax, qardaşlar, bu çaşdırır insanı. Hansı ki, hə? Hələ də, yəni. Görə, yəni, praktika, hə. Yəni, o belədir, qardaşlar. Məsələn, oturur, deyirsən tağut, deyirsən ona tağut, yaxşı tağut. Nədir tağut? Nə vaxt olur insan tağut? Sən bilirsən ki, tağutun növlərindən həmçinin bilməyib danışan Allahın dinindən. Hələ sən də tağutsan. Əgər belə şey danışsa, sənin yanaşmağınla, bir dənə şey olan ki, tağut. Sən də tağutsan. Orada şey var, sən bilmirsən dindən. Yəni, insan nə vaxt tağut olur, nə vaxt kafir olur, nə vaxt müşrik olur, nə vaxt, nə bilim, belə olur. Bunların hamısı qaydası var, qardaşlar. Hamısı nədir? Anlaşmazlıq. O biri var idi, deyildi, qamət kafirdir. Azəristan, Space-də, ATV-də də musiqi həmişə yarışlara keçir. Uşaqlar görürlər orada bunu. Yarışda. Hə? Sonra qardaşlardan biri yox. Sonra qardaşlardan biri görüb onu. Deyib ki, deyib, namaz nazar ki, qılmır. Hə, içir də. Deyib, ala, bəs sən, əsas hakim tağut görəndə, əsas odur. Fikirləsən, fikirləsən nədir? Yəni, o, İslamı ilə başa düşürsə, əsas budur. Ona görə başlayırlar ki, oxuyub ki, əsas tağutsa, mən bomba olanamsa, bomba müsəlmansan. Bunlar hamısı boş şeylərdir, namazlar. Namazdan danışan, bu nə var? Namazdan danışan, buna var. Bu, görürsən, nəyə gətirib çıxardır? Əsas qardaşlar, ayədir, hədisdir, alimin fətvasıdır. Onu düzgün baş verir. Nələ baş verir, hamısı şeylir, hamısı təsirliyir. Lakin, məsələ həlli nədir? Bax, sual işarəsi odur. Məsələ həlli nədir? Məsələ həlli, necə Peyğəmbər sallallahu əleyhi həll eləyib, o cür olacaq. Sallallahu əleyhi və səlləm. O İmam Malikin bir dənə sözü var, bu ümmətin axırı düzəlməyəcək, hətta əvvəlkilər kimi düzəltməsələr. Güclü sözdür ya. Ona görə bax, belə şeylər gətirir. Məsələn, görürsən ki, gəlib məsələn deyir ki, eşidəndə ki, məsələn, namazlar, nə anlaşı olar. Bu özün şey görür də o şey. Dəhşətdir. Vallahi, neçəsi gəlib mənə deyib ki, Qamer, gecə namazlarına dururdum həmişə. Bu fikrə düşdüm, o şey namazı tərk edirdim. Çünki qəlbində ölür namaz. Nə ki, gecə sünnə, zat, fərzlər vaxtında olmayan, o şey gedirdi namaz deyir. Hər şey sünnə getdi. O, bir dənə söz var, düzdür, şey deyib onu, bu Həsən Banla İxvanların batısı, amma düzgün deyib. Deyib ki, Şeyx Alman da o misal gətirirdi, deyib, Aqimu dövlətəl İslam fi qulubikum, yuqimullahu fi ardikum. İslam dövlətini qəlbinizdə qurun, Allah təala sizin üçün yeryüzündə quracaq. Güclü deyib. Onu kim deyib inşallah? Həsən Banla, güclü deyib. Düzdür, İxvanların başçısı olur.
Amma müsəlmandır, müsəlmandır. Alo. Sadəcə bidət əhli olub. Hə. Qamə, Aleyküm bir şey salam. var, yəni alimlərin belə fətvası var, yəni hansı Hə, məzhəbin arxasında durursansa, yəni əhlüsünnə məzhəbi. Şükür. Yəni, o cür namaz qılmaq, yəni. Həm dedim onu uşaqlar ya. Sən yox idin desən. Ha, bura məclisdə. Dedim onu. Var elə bir şey. Hə, var. Valla özüm oxudum. Ha. Almaniyada Bilbazdan, Useymindən. Ha? Məsələn, Məsəl üçün belə qılırsa, Eşitmirəm, baş qarışım. bir də o heç də olmaz, amma belə əlləri saat, onlar dökü qaldırma, yerman qaldırmırsa. Ha. Namizə sakit deyirsə, sakitdir. Qız Maliki, İmam Maliki. Yox, hələ yox. Necə? Əli belə. Böyle. Ha, inşallah özüm çəkirim. Ha, da. Ay gün dur şoğlum. İnşallah. Çəkirəm Yox, siz göndərim. yemiz üzrə. Ha, Sağ ol ya. ha, doğru. Siz de doymuşsunuz değil mi hanım? Ha. Yox, ver, suallar ver. Ye danışıram. Sağ olun, inşallah bir yəni yəni sizi də olsa bu xavariclər haqqında biraz məlumat verəcək o maşqatlar haqqında. Bir də ki, keçmişdəkilərlə indikilərin arasında. Və Azərbaycanda varmı? Kim nəyi götürüb deyirsə namazdır, mən kafirdir, amma başqa heç sağ olun. Ona xavaric demək olar. Məsələn, o görür, o ilə yaşayır. Bilsən? Məscidə gəlir, müsəlmanlar... Bilsən neçədir? Peyğəmbər sallallahu vaxtında xavaricə demək olar ki, yox idi. Düzdür, var idi o Zülxüveysira, dedi ki, adil ol. Çünki xavaricdən kökü mal söhbətidir, dünya. Hətta başlayanda da ittiham eləməyə başqa müsəlmanları, sonda başlayır ki, dünya söhbətləri. Yəni, pul söhbətidir. Hə. Yəni, buna baxmayaraq Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Əhməd deyir ki, xavariclərdən 10 cür rivayət gəlir. Təsəvvür vaxtında yoxdur ya. Bir rivayətdə deyir ki, buynuz kimi olacaqlar. Yəni, kəsdikcə yenə təzdən çıxacaq. Bir rivayətdə gəlir ki, dindən ox yayından çıxan kimi çıxırlar. Bir rivayətdə gəlir ki, harada görsünüz öldürün. Bir rivayətdə gəlir ki, onları öldürən üçün filan nə qədər savab var. Bir rivayətdə gəlir ki, cəhənnəmə tullaladır. Bir rivayətdə gəlir ki, ad qovmu kimi olar, Səmud qovmu kimi öldürün. Və s. Peyğəmbər vaxtında yox idi. Sadəcə ola bilər, var idi cüzsi. Təbii ki, o vaxtkilər əsas nə idi olanı, yəni şey deyən, hakimiyyə söhbəti. Hakimiyyə. Onlar dedilər ki, Allahın hökm verməyən kafirdir və sahabələri təkfir etdilər. Əli ilə Muaviyyəni, Osmanı. Xavariclər bütün sahabələri kafir görmür. Bəzi sahabələri kafir görür, o da hakimiyyə məsələsinə görə. Hə. Həmçinin böyük günah sahiblərini də kafir görürlər. Onlar deyirlər ki, məsələn, onlara görə içki içən zat, zina və s. Yəni riba, zat, Allahın hökm verməyən və ya başqa hamısı kafirdir. Qeyri-şəksiz. Lakin müasirlərdən fərqi nədədir? Məsələn, müasirlər sahabələri görmürlər kafir. Həmçinin müasirlərə demək ki, xavariclər əsl hələ mənada deyil. Sadəcə xavariclərin minhəcinə qarışmışlar. Məsələn, hakimiyyə məsələsin. Hakimiyyə. Yəni, əsas hakimiyyə eləmək, qaldırmaq, qeyri-şəksiz təkfir eləmək, hakimiyyət məsələlərində qeyri-şəksiz, böyük günah sahiblərini kafir görmək. Bu artıq məsələ girən, artıq demək olar, bu girib xavariclərin fikirlərinə. Amma namaz, elə məsələlər var, məsələn, namaz qılmayan kafir görmək. Namaz qılmayan kafir görən xavaricmək səhvdir. Ne üçün? Namaz qılmayan kafir görmək xavariclə fikir deyil ki. Salam aleykum. Salam. Yəni, namaz qılmayan kafir görən əhlüsünnə və cəmaət bəzi alimlərin fikridir. O əhlüsünnə alimlərində deyib. Məsələn, sahabələr kafir görürdülər. Aydındır, sahabələr nəinki namaz qılmayan, hətta işə namazın meçiddə qılmasa o münafiq görürdülər səni. Çünki
Biz artıq o cəmiyyətdən çox uzaqlaşmışıq, təsəvvür edə bilmirik, necə ha? İşə namazını iştirak edən münafiq görüblər, təsəvvür cəmiyyətdən namaz qılmayasan. Amma 80 il keçir hicrətdən. Çünki Əbu Hanifə Rahimullah neçənci də doğulur? 80-də. 80-də doğulur. Əbu Hanifə gəlir Rahimullah deyir ki, namaz qılmayan kafirdir. Şafiidə, Malikdə, Əhməddə. 5 dənə rəy var Əhməddə bu məsələdə. Birində deyir kafirdir. Birində deyir kafirdir. İbn-i Teymiyyə deyir kafirdir. Muhammed ibn Abdülvahhab deyir ki, kafirdir. İbn-i Qeyyim ayrıca kitab yazır. Namaz tərk edən hökmü. Güclü yazır, yəni gözəl yazır. Düz təkbir eləmir orada. Hə, pisliyir. Pisliyir, hamısı pisliyir. Heç kəs demir, namaz qılmayan bomba olan, məsələn, yaxşı olan. Yox, hamısı pisliyir. Orada bir dənə şey gətirir iki tərəfin də dəlilləri. Kafir görənləri, kafir görməyənləri. Sonra deyir ki, indi isə hökm. İndi isə hökm. Deyir ki, belə başlayır. Kim əgər bu məsələyə girişmək istəyirsə, o təkfir, iman məsələlərini güclü bilməlidir dərindən. Təsəvvürlər. Namaz qılmayan kafiri görən xavaric deyil. Sadəcə problem nədədir? Problem nədədir? Məsələlərə yanaşmaqda, yenə yaxşı ki, söhbət ediləmək. Hamısı problem bundadır. Bəzi qardaşlar və ya o təkfirçilər bu məsələni bəhanə götürüblər. Öz yollarına dəvət eləmək üçün. Əhl-i-Sünnə və Cəmaət uşaqlarının. Məsələn, gəlir oturur yanında, deyir ki, qardaş, bilir ki, İbn Baz, sən tanıyırsan da İbn Baz'a, məsələn, Hüseymini tanıyırsan. Başlayır ki, görsən, yəni, dəvət başlayır namaz qılmayan hökmündən. Bu səhvdir. Məsələn, oturur, qardaşı bilmir də, həm də qabaqdakı özü göstərir ki, bu belə cəfakəşdə din üçün. Başlayır ki, sənə qardaş, namaz qılmayan İbn Baz belə deyil. Hüseymi belə deyib. Sən deyir, sonra İbn Baz deyibsə, o da. Hüseymi deyibsə ki, hörməti var alimlərə, sələfidirlər. Elə ki, düşdün o mövqeyə İslam, o mövqeyə düşdün, məsələn, tutaq ki, namaz qılmayanları dedin kafirsən. Keçir ikinci mərhələ. İkinci mərhələ nədir? İndi namaz qılanların üstünə. Gəldi ki, bilsən də Hakimiyyədə ayə vardı, 5.44-də Allah Subhanahu deyir ki, kim Allahın hökmünə hökm vermirsə, onlar kafirdir. Deyirsən, hə, ayət də qardaş. Deyirsən, bax, bizim hakimiyyət Allahın hökmünə hökm verir. Deyirsən, yox. Deyir, deməli nədir? Kafirdir. Deyir, qalsan belə deyirsən, doğrudan da ayə var, mən necə şey deyim? Sonra sən üçüncü mərhələ gəlir ki, Muhammed ibn Abdülvahhab İslamdan çıxardan 10 dənə məsələdə deyib ki, kafiri görməyən kafirdir. Bilirsən də Muhammed ibn Abdülvahhab deyib, deyir ki, get qiyamətdən soruş, hakim kafirdir yoxsa yox? Və ya bu hakimiyyətdə işləyən kafirdir yoxsa yox? Gəl qiyamətdən soruşanda, qiyamət deyir ki, yox, müsəlmandır. Müsəlmandır. Hə. Sən də qalsan belə, ara. Gəl bilsən ki, qamətdir ki, kafir deyil. Dedi, görsən, deməli qamət kimdir? Kafiri görməyən kafirdir. Deməli qamət kafirdir. Gedmə o meçdə. Deməli kafirin arxasında namaz qılma olmaz. İndi qaməti kafir görməyənlər, deməli qamətin arxasında deyənlər, deməli onlar da kafirdir. Deməli meçidlərə gedmə. Hər yan kafirdir, hamı kafirdir. Hər şey halaldır. Getdin. Bir də oyananda görsən kreditkanın içində sən hamı satır bir-birini. Mən sənə nə var onu deyirəm ha. Mən sənə olan şey deyirəm. Bu mərhələdir qardaşlar. Ona görə biz demirik, ola bilərsən, deyirsən ki, qardaş, mən o fikrə meyilliyəm ki, namaz qılmayan kafirdir. Özün bilərsən, qardaş, bu fikri məsələdir. Fikri məsələ, əqidə məsələsi deyil ha. Şeyxun Baz deyir, bu əqidə məsələsidir.
Fikri məsələdir. Məsələn, qardaş, mən görürəm ki, rükudan sonra əlləmi belə bağlamaq. Mən açıram. Deyirəm, qardaş, olar, elə bilərsən. Mən məsələn görürəm, namaz qılmayan kafir məsələn, o fikrə meyliyəm. O fikrin dəlilləri daha mənə şeydir. İndi mən daha soruşmuram, o dəlillərdən başım çıxır yoxsa soruşmuram onu. Ola bilər, qutardı. Amma problem isə nədədir? Kim o fikrə düşür, keçir uşaq namaz qılanların üstünə, keçir uşaq başqa şey, keçir bir də görürsən ki, əlinə silah götürdü və s. və s. Bu sadəcə bəhanədir. Onun qardaşlar oyaq olmalılar. Biz bu məsələ əleyhində deyilik. Allah razı olsun. Məsələn, yəni mən bir dənə söz dedim, o məsələlərin ixtilafı bizə bölməməlidir. O məsələlər ki, icazə var onda. Məsələn, iki dənə var Əhlüsünnədə, namaz qılan kafirdir, namaz qılmayan kafirdir. Namaz qılmayan kafirdir, namaz qılmayan kafirdir. İki dənə raydır. Ola bilər, səndə bu ray olsun, biri. Bu bizi bölməməlidir. Məsələn, Şeyx bin Baz görürdü namaz qılmayan kafir. Şeyx Hüseymin də. Şeyx Albani görmürdü. Amma onların arasında heç ədavət olub. Hər biri bir-birinin təriflidir, alimdirlər. Heç fərqlər biz bilmirsən. Problem nədədir? Kim bu fikrə düşür, gedir təkfirçi olur. O demək deyil ki, o başa düşməyib biz onda. O elə başa düşüb ki, biz deyirik ki, kim namaz desə ki, kim namaz qılmayan desə ki, kafirdir, o döşə təkfirçidir. Səhvdir o. O başa düşməyib. O sadəcə kim bu fikrə girir, problem bundadır. Gedir təkfirçi olur. Problem ondadır. Yəni bu məsələlərlə qardaşlar anladırlar bəziləri. Ona görə, yoxsa məsələn sən deyə bilərsən namaz qılmayan kafir, öz işindir qardaş. Mən sən işini demirəm. Çünki sələflərdən deyən olub bu fikri. Aydındır. Yəni aydın oldu biraz. Bir sual var. Biri də, yəni, sual sıxıyor deyirlər, maşın da bidətdir, yəni bu haqda. Yəni, bir də maşındır, samolyotdur, Düz deyil. vaxtlarda bidət. Düz deyil. Dünyavi bir. Yox, Düz deyil. işoda da, yəni, dini bidət gözür. Yox. Belə Bir də var dünyavi, sözdə bidəsən, yəni yenisən də yəni. Hə. Yəni var dünyavi, var dini. Pislənən bidət dini bidətdir, yəni şəri. Amma o şeydə dinə görə bidət olduğunu bizi bidət edir. Yaxşı, yox. Yəni mən, yox, hər iş demək olmaz qardaşlar. Hər demək olmaz, heç kəs deməyim. Bir də nə danışsan? Təzə şeylər çıxır. Yox, qardaşlar, yox. O bilsən nədəndir? O bilsən nədəndir? Çünki tormuzu yoxdur. O şiddətlənəndə tormuz eləməsə, lap şiddətlənəcək ya. Ona görə mən görsən sizdən hissləyəndə deyirəm, qardaş, belə ol. Çünki biraz xodun al da. Çünki sən bilmirsən, özün xəbəri yoxdur, bir aydan sonra sən başqa cür olacaqsan. Çox xod vermə. Yəni sən burada yol belə daxil, yamalar zadlansın, maşın xərab edəcəksən tez. Burada avtobuslar təkvirsin. Yox. Avtobuslar namazın maşını xərab edirlər. Avtobuslar görürsən tuturlar avtobusları da. 15 tut qaza. Rüşvət verməklə öz haqqını tələb edirsən. Hə. Məsələn, hökumət deyib, bu adamın da məsələn pulu yoxdur. Tamam. Mən birinə belə bir məsləhət eləmişəm. Hə. Demişəm ki, sən də ver onu böyük şeyə də, anti-korrupsiya. Belki bu adam məndən rüşvət istəyir. Sən haqqını vermirsən. Bax, rüşvət barədə qardaşlar. O, bir dənə söz dedim, biz Allahın hökmünə müxalif qayda qanuna tabi deyilik, çəkinirik. Məcbur olanda eləyirik. Məcburi olanda eləyirik. Məsələn, rüşvət. Sən gelmirsən, bu sənə haqqındır. Bu birisi sənə deyir, qanunla da sənə haqqındır bu. Düşür bu sənə. Lakin o adam deyir ki, mən sənə vermirəm. Sən mənə pul verməyincə. Bax, əgər o mühümdürsə sənin üçün, məcbur olsun, ver. Ver, al. Bu sənin üçün rüşvət deyil onda. Lakin onun üçün hər iki halda rüşvət olacaq. Onun üçün rüşvət aydındır. Lakin ikinci hal nə vaxt sənin üçün rüşvət olur? Əgər məsələn, qanunla sən bunu götürülməzsən, o da sənə verə bilməz. Sən gəlirsən, pul verirsən, deyirsən, bunu ver mənə, alırsan, o da verir.
burada onda sənin üçün də rüşvət olacaq. Məsələn, necə yol hərəkəti qaydalarında səhv eləmirsən, məsələn, qırmızını keçmirsən. Polisə deyirsən ki, bu mesaj deyir, xahiş edirəm götür də telefonu, dən. Bəli. Aleyküm salam. Hə, burada tutmam ona görə. Yaxşı danışıram. Şey yaxşı. Hə, deməli, harada qaldım? Hə, siz olur, rəis, aydın da, problemimiz, Məsələn, yol hərəkəti qaydar doğrudansa pozmusan. Polis saxlayıb, bir cərimə bu qədər, qanunla da və ya sənə deyir ki, belə eləmək lazımdır. Sən pul verirsən, deyirsən ki, cəriməsi 50 manat, deyirsən, al 20 manat, bu sənin üçün də rüşvət olacaq. Amma məsələn, qanunsuz saxlayıb səni ilişir də sənə. Sən görürsən 60-la gedirdin, yüklüyü səni. Deyir 80-la gedin və ya şeydə o şimdi davay da bəhanə axtarır. Onda görürsən ki, şey eləyəcəksə, onda ver. Onda sənin üçün rüşvət olmayacaq, məcbur olur bir şey. Aydındır? Məsələn, bu adam, elə bir adam konkret şeydir. Ona deyib ki, şikəstdir bu adam, müharibədə ölür. 10 ildə, 30 ildədir. Buna hər il cüyəb verirlər. Özünün də evi zadı yoxdur, 2 tərədə qaldı. Yəni, onun evi. Halını versin. Yox, o pulda yoxdur. 5.000 deyir, birinci günə 5.000 çatdır, evi verir, yoxsa satıram başqasını. Bu da mən dedim, ged ver, onu şeyə, korrupsiya idarəsini zəng edər, onlar... Hə, eləyə bilər. Yəni, orada bir şey yoxdur. Yox, problem yoxdur. Yox, problem yoxdur. Necə? Radar ha, özü yaxşı var da. 8 bal var misafçı. Gedirsən, 100'də gedirsən misafçı. Ona görə qardaş, ona görə yaxşı sür. Yaxşı sür qardaş. Səhv özündədir də. Yox, yəni verməlisən pravanı podatkos getməlidir. Nə bilim olar, nə bilim. Ya birinci dəfə onunla danışqınən, əgər yeri varsa, məsələn, qanunla, məsələn, şey elə verə bilərsə, bilməm qardaş, mən onu deyəm mənəm. İnşallah o bir dənə sual deyil. Mən deyəm mənəm o sana. Deyil, sual gəlir ki, deyil, Yahudilər çox zərərlidir, yoxsa xalvariclər? Yəni, bu haqda deyil, bilmək istəyirəm. Bilsən, Yahudilər kafirdir, aydındır. O, məhkəmədə soruşdular ki, məndən, Yahudilər xristiyanlar kafirdir. Dedim, həm kafirdirlər, ha. Məhv bizdən kimsə müsəlman deyib olar, ha. Yahudilər aydındır, bunlar kafirdir. Yəni, biz görürük, Peyğəmbər s.ə.v hədislərində, xütbələrində, müşriklərdən düşürdü ki, Qureyş belə, qan bilir Qureyş kimdir? Aydındır Qureyş dənən şey. Lakin, yenə deyirəm, Peyğəmbər s.ə.v xavaric yox idi vaxtında, 10 cür rivayət gəlib ondan. Nə təhlükəlidir, daha təhlükəlidir, onu qeyd etmək lazımdır. Məsələn, biri var, düşmən bayırdadır, hamımız biliyor düşməndir. Biri də var ki, düşmən demirik onlara. Lakin, aparırlar müsəlmanları problemlərə və onunla zərbə deyil müsəlmanlara dəvətə. Xavariclərdən danışanda o demək deyil ki, biz danışırıq, onlar bizim düşmənimizdir. Sadəcə onların fikirlərindən danışırıq ki, qardaşlar, belə olmaz, bu fikir belədir, bu fikir Əhl-i-Sünnə və Cəmaət öyrənin də, Əhl-i-Sünnə və Cəmaət birinci əqidəsini öyrənin. Yəni sən əgər hakimi qeyri-şərtsiz, Allahın hökm verməyəni təkfir edirsənsə, sən onda böyük günah sahibini təkfir edirsən. Bu da xavariclərin əqidəsidir. Əhl-i-Sünnə və Cəmaət nə vaxt deyir kafirdir? O halal yiyorsa, halal da qəlbə əməllərdəndir. Əməl, dəlil deyil ələm, insan kafirdir. Əməllə biz bəzi şeylərdə təkfir edə bilərik. Məsələn, tutaq ki, Quranı atsa ayağında tutaq, kafirdir. Amma məsələn, zina eləsə, araq içən, kafir deyil, asidir. Ona görə təkfir var hicr cəmaatı, onlar sənə məsələn gəlirlər məsələn, dəvətlərində o Misirli bir dənə yazır, orada yaranır bax, türmədə o fikir, təkfir cəmaatın fikri, türmədə yaranır. Ona görə bəzi qayda qanunlarına baxsan, türmə qayda qanunlarına oxşayır. Hə, o üçün gəl, deyir, üsulbanlar nədir? Deyir, gəl soruşur ki, filan rəqqasə, müsəlmandır yoxsa yox? Kitabda elə yazır. Hə, vallahi. Cəmaatın arasında düşmə belə söylüyor. Hə, vallahi. Hə, vallahi bir dəfə gəldi məndən soruşdular, Kufədən, Sünqətdən.
Deməli, gəldilər dedilər ki, küfə deyirəm ona. Küfədir, küfə. Ha, yəni soruşdular ki, Aydın Kəsimov. Ha, dedim ki, sən kafir deməyək də. Kafir deməyək. Ha. Çıxdılar, getdilər, dedilər ki, qamətdir ki, Aydın bacınızdır. Bilsən, onlar, o ümumən müsəlmanlar qardaşdır. Amma bu, belə əhl-i-sünnə və cəmaatda belə yoxdur. Fərdlə indi başlayaq analiz. Rengəndən keçir hamısı. Gəl baxa, bu qardaşdır yoxsa yox. Gəl baxa, belə şey yoxdur, ümuməndir. Yəni, harada yazılıb ki, əhl-i-sünnə və cəmaatdakı müğənni kafirdir, harada yazılıb? Asidir. Aydındır? Bax, belə şeylərlə yəni çaşılır. O, Misirli yazır, o. Müəllif deyir ki, üsullarından oldu ki, vallahi. Deyir ki, gəlib soruşur ki, deyir, rəqqansı kafirdir, yoxsa yox. Deyir ki, kafirdir, o qutardı. Deyir ki, kafirdir, ha, sən qardaşsan. Şeyh, bir dənə üzr istəyirəm. Sabah indi, məsələn, Qarabağda müharibə başlasa, yəni ki, müsəlman üçün orada cihad var. Yəni, orada məqsəd, yəni, onların torpaq uğrunda gedir də orada. Ha, aydın. Yəni, müsəlman üçün orada cihad var, bunu bilmək. Bilirsən, torpaq üzrə getmək o demək deyil ki, sən orada döyüşmə. Orada müsəlmanların yeridir. Orada meçiddə, oranın tarixi var. Ümumiyyətlə, düz deyək, Ermənistan da müsəlmanların torpağıdır, idi. Yavaş-yavaş götürüblər. Bizə vacibdir oranı götürmək. Vacibdir. Lakin cihad, necə ki, məsələn, Şeyx Albani elə o vaxt idi ki, fardul eyndir, Fələstində cihad, fardul eyndir hər bir müsəlmana. O demək deyil ki, fardul eyn sən get yenə. Məsələn, namaz fardul eyndir. Lakin elə vaxtda var, namaz, o saat namaz, həmişə namaz qılırsan. Ya namazın vaxtı var, şərtləri var. Elə vaxt var ki, namaz qılmaq olmaz, haramdır. Qardaşlar fardul eyni başa düşməyiblər. Bizə də fardul eyndir. Lakin döyüş olsa, bizə vacibdir orada döyüşmək. Lakin döyüş qaydanla da olsa, hakim olsa, hakim əgər əmr versə, belə deyil, məsələn, mən 5 nəfər yığım, gedək döyüşməyə. Bilsən, orada nə gətirlər olmuş? Deyirlər ki, biz orada deyib döyüşüb olacaq, orada deyib, kimsə deyib barzat olacaq. Yəni, keçirlər bunu. Sən o birisi yerlərdə də belədir də. O birisi yerlərdə də belədir. Əgər o şübhədir. Əgər biz hələnə şübhənə, onda biz bütün torpaqları verəcəyik, müsəlmanlar. Onda heç yana döyüşməyək. Onda mən heç yana döyüşməyəcəm, ehtimal var ki, İraqda nə verir, birdən alınmasa mən döyüşüb öləcəm, birdən uduzacaq və ya 5 ildən sonra devirəcəklər, gəlib orada, necə Afqanistanda idi, yeni zat keçirirlər orada. Konkurs krasatı zat. İraqda vuruşmaq olar, Qarabağda yox. Hə. Burada ehtimalla daha deyir ki, o biri deyir ki, bacılarımızı belə eləyirlər zat orada. Yəni, sənə hissiyatdan oynayırlar, hissiyatdan fikir versən. Deyirəm ona, onu gəlib məndən soruşdum, onu Qarabağda deyil, bacı deyil. 16-17 yaşlı qızlar indi neçə yaşlardır, qulluq edirlər. Nə fərqi var İraqdakı Çiçənistandakı qızlarla bunların? Özə sən əqidəyə görə bəlkə oradakılar o qızlar kafirdir. Nə fərqi var? Bu bilsən hamısı səhv fikirlərin nəticəsidir, qardaşlar. İnsan öz torpağını sevməlidir, vətəni sevmək olar. Peyğəmbər s.ə.v ki, mədəniyyədir, Məkkəni sevirdi. Bu, lakin həddi var da, şəriəti keçməmək. O şəriət qoyan qaydalar keçməmək. Böyle bir şey var ki, insan deyir, şəhid olanda deyir, ondan nəsə deyir, xalis olur. Sual tanıyır. Yox. Bir sənə deyir ki, uşaqların bəzən, indi bizə bu, bir dənə şey getirirlər, hədisi getirirlər, Muhammed Sassanın qucağında bir nəfər səhabilərdən biri can verirdi. O can verən anata şəhid olur. Muhammed Sassan belə baxır göyə və üzü belə tutur. O dəfn edildindən sonra soruşurlar ki, ya Rasulullah, baxsın havayı belə dedin, artıq onun zövcələrə gəlməyi deyil, qoruyurlar. Burada bir dənə də hadisə olub, Çişiniyədə olub ya. Ki, gözümüz görə deyir, yəni ki, Qus tufasında cənuba düşdü. Dodağı da açdı deyir, belə havaya baxdı. Gözümüz görə deyir, cənub oldu Allah. Yəni, hissələdir ki, artıq Afqanistandır. Yəni, onu demək istəyir qardaş. Yəni, belə bir İnşallah səhih. Allah bilir, Allah bilir. Yəni, bunlar bir iki nəfər o dünyaya deyil, cünub oldu getdi. Allah bilir. Allah bilir. Allah bilir. Yəni, bu söhbət gezir uşaqlar. Yəni, bunu demək, belə qəti Allah bilir. Bilsən, o
çox söhbətlər, xüsusən o gedən saata lazımdır müharibələ yerlərdə. Çox belə şeydir və həvəsləndirmək üçün şey edirlər ki, üstünə qoyurlar ki, qızışasan. Allah